Salam, axşamınız xeyir olsun. Avro qrupun dəyərli üzvləri, mən Avro qrup şəxsi inkişaf qruplarının rəhbəri İlhana Bayramova. Növbəti dənişsiz təlimlə qarşınızdayıq. Deməli, bu gün elə bir Hülya xanımla birlikdə Hülya müəllimlə birlikdə növbəti dərsiz təlimimiz olacaq. Dəvətimizi qəbul etdiyinizə görə Hülya xanıma çox dərin təşəkkürlərimizi bildiririk. İnşallah həm sizlər üçün, həm mənim üçün çox faydalı, yararlı bir təlim olar. Buyurun, deməli Hülya xanım sözü sizə verirəm. Çox təlimin vaxtından geçsin istəmərəm. Buyurun, sizi aramızda görməyə şadıq. Çox təşəkkür edirəm. Hər birinizi salamlayıram, dəyərli auditoriya. Xoş gördük. Dəvət üçün mən çox təşəkkür edirəm. Ümid edirəm maraqlı bir vaxt keçirərik və yeni informasiyalarla sizi tanış eləyə bilərəm. Hülya Xəlilli 5 ildən çoxdur psixoloq və təlimçi kimi fəaliyyət göstərirəm. Və əlavə olaraq da bir çox rəsmi kursun tədrisçisiyəm. Bu günə qədər 500-dən çox tələbəmiz məzun olub və hal-hazırda hər biri işlə təmin olunub çalışırlar. Bugün çox gözəl bir mövzuya toxunduq. Müəllimlərimiz haqqında danışacağıq. Çalışacağam sizə əsas materialları sizə ötürüm. Çox vaxtınızı almayacağam. Təlimimiz 2 hissədən ibarət olacaq. Yəqin mənim daha öncəki təlimlərimdə iştirak edənlər bilir ki, İlkin hissədə məlumat xarakterli davam edirik. İkinci hissədə isə siz mənə suallarınızı ünvanlayırsınız və suallarınızı cavablayıram. Bugün sizlər üçün gözəl bir planlama etmişəm. Müəllimlərə daha çox pedaqoji deyil də, psixoloji aspektdən toxunacağam. Öz ixtisasım barədə danışacağam. Nələrə daha çox diqqət etməlisiniz, nələr üzərində daha çox çalışmalısınız, necə bir ünsiyyət yaratmalısınız, eyni zamanda hansı kitablara daha çox üstünlük verməlisiniz, onları vurğulayacağam. Ümid edirəm ki, sizlər üçün yararlı bir təlim olar. Elə isə başlayaq. İlkin olaraq nəyi yadda saxlayaq? Müəllimlər təkcə bilik götürən deyil, həmçinin uşaqların, dərs keçdiyi tələbələrin qayğısına qalan, yeniliklərə daim açıq olan, daim öyrənən bir şəxsdir. Bir müəllim təkcə pedaqoq deyil, eyni zamanda çox yaxşı bir psixoloq olmalıdır. Çünki tam sadə dildə danışsaq, biz evdə bir uşaqla baş apara bilməzkən, müəllimlər böyük bir auditoriyanı idarə edir və bu auditoriyanı idarə etmək üçün təhsil kifayət etmir. Eyni zamanda psixoloji biliklərin də tam olması bizim üçün önəmlidir. Günümüzdə mən nəyi çox sevmirəm, ona diqqət yetirək birinci. İxtisasdan asılı olmayaraq, yaşı böyük bir şəxsə və ya təlim keçən hər hansısa bir şəxsə və ya həkimə, fərq etmir, bir satıcıya da müəllim deyə müraciət olunur. Yəqin ki, siz də qarşılaşmısınız. Mən çox sevmirəm bu durumu, çünki müəllim əziyyət çəkir, illərini sərf edir o statusu qazanmaq üçün. Və hər birimizin həyatında ən böyük rolu müəllimlər oynayır valideynlərimizlə birlikdə. Biz gedib başqa ixtisas sahibinə müəllim dedikdə artıq o psixoloji balansı pozmuş oluruq. Mən düşünürəm ki, bu bir çox ixtisas sahiblərinin də xoşuna gəlmir. Çünki məsələn biz hər kəsə psixoloq demirik, biz hər kəsə həkim demirik. Amma təəssüflər olsun ki, bank işçisinə belə müəllim deyənlər olur. Bu heç bir xoş hal deyil. Bu halı ilkin olaraq aradan qaldırmaq lazımdır. İkinci olaraq müəllim peşəkar olması üçün, yəni peşəkar görünmək üçün nələrə diqqət etməlidir? Birincisi, bütün yeniliklərə açıq olmalıdır. Günü-gündən həm texnologiya, həm təhsil davamlı inkişaf eləyir. Adicə bizim ixtisasda da hər gün yeni testlər, yeni mətnlər tədris olunur, icra olunur və biz onları öyrənməyə məcburiyyətində qalırıq. Mən bilirəm ki, bu pedaqoji ixtisasda da belədir. Misal deyək ki, mən 4 illik təhsilimi bitirmişəm, bakalavr təhsilini almışam. Artıq yeni bir şey ehtiyac yoxdur, yeni bir şey öyrənmək istəmirəm. Bu yanlış bir metoddur. Siz davamlı yeniliklərə açıq olmalısınız, yenilikləri öyrənməlisiniz. Lazım gələrsə bir çox kurslara qoşulmalısınız, sertifikatlar almalısınız ki, öz üzərinizdə daim işləyən və çalışan bir olasınız.
Eyni zamanda dediyim kimi bugün psixoloji amildən qoşulacağam, daha çox danışacağam. Psixologiyanı da tam dərindən öyrənməlisiniz. Səbəb nədir? Çünki həmin sinifdə uşaqların diqqət zəifliyi ola bilər, autizm problemləri ola bilər, paylaşma bacarıqları olmaya bilər. Daha sonra ola bilər ki, valideynlər tərəfindən travmaları olsun, sinifdə uşaqların bir-birlə münasibətlərində problemlər olsun. Ona görə psixoloji amildən də davamlı hazırlıqlı olmalısınız. Manipulyasiya metodlarını, stres balanslaşdırma metodlarını, sakitləşdirmə metodlarını, hər bir şeyi dərinləməsinə öyrənməlisiniz ki, siz dərslərinizi tədris edərkən uşaqlarda hər hansısa bir mənfi durum gördükdə onlara yardımcı olasınız və onların sevimli müəllimlərinə çevirəsiniz. Misal, psixoloji amillərdən sizə brokoli metodunu mən nümunə çəkə bilərəm ki, brokoli metodu həm biz psixoloqların, həm də müəllimlərin ən çox istifadə etdiyi metodlar sırasındadır. Bilmirəm aranızda bu metodla tanış olan varmı, yoxmu? Amma bu şəkildə izah eləyə bilərəm ki, brokoli metodu şagirdin qarşısına iki seçim qoyur. Məsələn, deyək ki, sizin şagirdiniz dərsə qulaq Bir de, asmır və bir de var dərsləri bağlayaq, zəhmət olmasa. Sizin şagirdiniz dərsə qulaq asmır və evə getmək istəyir. Davamlı ailəsi üçün darıxdığını, ağladığını dilə gətirir. Bu zaman brokoli metodundan istifadə edirsiniz. Brokoli metodunda iki seçim qoyulur. Əsla uşağa bunun bir metod, manipulyasiya yolu olduğunu demirsiniz. Sadəcə deyirsiniz ki, iki şərtim var. Ya bugün bütün dərslərə qulaq asıb, vaxtında evə gedəcəksən və ya dərslərini etməsən, bütün uşaqlar getdikdən sonra əlavə 1 saat səni burada saxlayacağam. Siz sadəcə bu iki cümləni deyirsiniz, bu iki seçimi qoyursunuz şagirdin qarşısına və şagird onlardan birini seçməlidir. Burada biz nə əldə edirik? Əlbəttə ki, uşaq birinci variantı seçəcək, daha çox və birinci variantı seçdiyinə görə dərsdə oturmasını təmin etmiş oluruq. İkinci olaraq özgüvən balansını formalaşdırırıq. Özgüvən balansı nədir? Mənim valideynlərim, məndən yaşca böyük olan şəxslər deyir ki, bizim dövrümüzdə müəllimə bizi çimdikləyirdi, vururdu, döyürdü, e, qulağımızı dartırdı və biz dərsdə otururduq, səsimiz çıxmırdı. Burada müəllimə hansı metoddan istifadə edib? Qorxu metodundan. Bu isə bugünkü gündə istifadə olunmayacaq bir metoddur. Çünki bugünkü uşaqlarda qorxu metodu çox mənfi təsirlərə yol aça bilər və valideynlər də bundan narazıçılıq eləyə bilərlər. Çünki əvvəl müəllimlərə yanaşma tərzi çox başqa idi. Müəllimin söz haqqı daha çox idi. Bu gün valideynlər övladlarına daha çox söz haqqı verir. Müəllimənin söz haqqı o qədər də çox deyil. Ümid edirəm məndən incimirsiniz. Gerçəkləri danışmağa çalışıram. Məhz bu səbəbdən siz onun qarşısına seçim qoyduğunuza görə söz deyən şəxs siz yox, məhz həmin uşaq olur. Yəni uşaq elə başa düşür ki, şagird elə başa düşür ki, müəllimə mənə seçim haqqı verdi və mən seçdim, qərarı mən verdim. Bu müəllimənin qərarı olmadı. Və daha sonra yaranacaq şikayətlər, problemlər artıq sizlik olmur. Sizin burada heç bir probleminiz olmur. Çünki siz psixologiyanı yaxşı bilirsiniz və bugünkü müasir uşaqlara düzgün yanaşma tərzindən çıxış etmiş olursunuz. Bu bizim brokoli istifadə edirik. Peşəkar var. Mən özüm balım hara çatsa oxuyaramı, yoxsa sırf istədiyim ixtisasımı oxuyacam. Bu düşüncələr təbii ki, məndə çox olurdu. Amma ətrafıma baxdıqda görürəm ki, sırf balı hansısa bir ixtisasa çatdığı üçün o ixtisas sahibi olan şəxslər var və ixtisaslarını qətiyyən sevmirlər. Lakin müəlliməlik ixtisasında belə olmalı deyil. Siz mütləq şəkildə öz ixtisasınızı sevməlisiniz. Öz ixtisasınız üzrə daha bir dəqiqə çox üzr istəyirəm, bir dəqiqə bağışlayın. Üzrlü sayın. Mənim səsim gəlir, çünki Zoom-da bir çıxış Aha, yarandı. bəli, bəli, aydındır Hülya xanım. Hər şey aydın Hə, bəlisindir.
Yəqin ki, proqramın problemi idi. Deməli, üzrlə hesab edirəm. Salam müəllimə, axşamınız xeyir. Olar bir sual verim. Sualı ikinci hissədə cavablayacağam. İcazənizlə təlim qarışmasın. İkinci hissədə bütün suallarınızı cavablayacağam. Çox sağ olun. Sualları araya saldıqda təlim qarışır, iştirakçıların vaxtını alırıq. Axırda sualı olan hər kəsin sualını cavablayacağam. Çox sağ olun anlayışınız üçün. Deməli, biz nədən danışırdıq? Unutdum. Öz ixtisasınızı dərindən sevməlisiniz. Əgər müəlliməsizsə, tədris etdiyiniz fəni də dərinləməsinə bilmək məcburiyyətindəsiniz. Davamlı həmin fənə aid yeni materiallar öyrənmək, yeniliklərə açıq olmaq, onu şagirdlərə sevərək çatdırmaq məcburiyyətindəsiniz. Bu sizi daha da peşəkar, daha da güclü bir müəllim kimi formalaşdıracaq. Növbəti olaraq etik və insani keyfiyyətlər. Biraz qeybət etmiş ola bilərəm, amma mənim orta təhsil dönəmimdə, hardasa 10 il, 9 il öncə bir müəlliməmiz var idi. Adını qəti şəkildə deməyəcəm. Həmin müəlliməmiz çox savadlı olmasına baxmayaraq, alimlik dərəcəsi və s. almasına baxmayaraq, yəni onun dərəcələri belə var idi. Sinifdə qəti şəkildə dərs keçmirdi. Hansı fən olduğunu da deməyəcəm. Bəlkə aramızda tanıyanlar çıxa bilər. Həmin müəllimə sinifdə dərs keçmirdi, yalnız gözləyirdi ki, biz onun yanına hazırlıqlara gedək, biz ona xüsusi ödəniş edək, repetitor kimi müraciət edək ona. Bəs 45 dəqiqə nə edirdiniz? Sualı gələcək. 45 dəqiqə müddətində müəllimə hər dərs bir albom gətirirdi və biz onun ailə şəkillərinə baxırdıq və davamlı öz həyat yoldaşından, öz oğullarından, öz qızlarından bizə, nəvələrindən danışırdı, onların şəkillərini göstərirdi. Getdiyi ölkələrdən geyimlərini, aldığı geyimləri, aksesuarları və s. gətirirdi. Hər dəfəsində sinifə əli dolu gəlirdi. Bir də, məsəl üçün, mən məktəbdə əlaçı olmuşam, mənimlə yanaşı bir neçə sinif yoldaşım da əlaçı olub. Bizdən neçə yazırdı? Başı olmayan, sadəcə ətəyi olan bir qiymət yazırdı. Bu nə 3 idi, nə 5 idi. Əgər biz müəllimənin yanına hazırlığa gedəcəkdiksə, o qalxıb 5 olurdu. Yox, yanına hazırlığa getməyəcəkdiksə və ya ona hörmət etməyəcəkdiksə, bu 3 qiymətinə çevrilirdi. Belə bir problemimiz var idi. Bu etik normaları pozan bir problemdir. Misal, bugünkü gündə mən məktəb müəllimlərimizlə görüşəndə o müəllimə heç yadıma düşmür. Onunla görüşmək istəmirəm. Çünki həm bizim əziyyətimizi yerə vururdu, həm biz dərslərimizi yaxşı keçə bilmirdik və canlı şəkildə, açıq bir şəkildə bizdən maddi köməkliyi gözləyirdi. Bu, şagird və müəllim arasındakı balansı pozur. Əgər o sinifdə, bizim sinifimizdə gələcəkdə müəllim olmaq istəyən bir sinif yoldaşım var idisə da, örnək götürəcəyim müəllim təsəvvür edin ki, o həmin xanım idi. Necə də mənfi bir durumdur, düzdürmü? Ona görə də etik qaydalara, etik normalara çox yaxşı bir şəkildə riayət etmək lazımdır. Peşəkar görünmək üçün ilkin olaraq geyimimizdən başlamalıyıq. Müəllimələr çox açıq-saçıq geyinməməlidir. Bu, psixoloji olaraq yeniyetmə şagirdlərin də psixologiyasına mənfi təsir göstərə bilər. Ağır makiyajlar, bol aksesuarlar, misal, çox incə kabluk ayaqqabılar, hündürdaban ayaqqabılar geyinilməməlidir. Çünki müəllim bir çalışma verir, bir yoxlama olur sinifdə və o ayaqqabı səsi uşaqları narahat edir. Qolda olan aksesuarların səsləri uşaqları narahat edir və onlar davamlı olaraq həmin hissəyə fokuslanırlar. Dərsə deyil, dərsə qəti şəkildə fokuslanmırlar. Sırf bugün müəllimə nə geyinəcək, müəllimənin ayaqqabısı necə səs çıxaracaq, müəllimə hansı bilərzikləri taxacaq, müəllimə necə makiyaj eləyəcək. Artıq uşaqlar o yönə fokuslandığı üçün təhsil və tədris bir kənarda qalır. Və bu, etik normaları və insani keyfiyyətləri balansdan çıxaran bir haldır. Bu da sizin peşəkar müəllim olmağınıza şərait yaratmır. Növbəti olaraq İKT bacarıqları. 21-ci əsrdə, 2025-ci ildə yaşayırıqsa, İKT bacarıqları mütləq şəkildə formalaşmalıdır. Çünki uşaqlarda belə bir durum var. Əgər bir müəllimə İKT bacarığı yoxdursa, həmin müəllimə telefon, kompüter, tablet kimi vasitələrdən istifadə etməyi bacarmırsa, uşaqlar o müəllimə gəlsin
versiya vaxtı gedir. Proqramlara daxil olarıq, müəllimənin vaxtı və məktəblərə hansısa bir təlim üçün dəvət alanda da görürəm ki, İKT bacarığı olmayan bir müəllimənin uşaqlar aldatmağa çalışır. Bu ifadəm hər nə qədər pis səslənsə də. Ona görə İKT bacarıqları üçün kurslara getməyiniz, evdə çox çalışmağınız lazımlıdır. Mən Bakı Dövlət Universitetində əməkdaşlıq edirəm, tez-tez seminarlarda və s. oluram. Baxın, orada tanıdığım bir xanım var, bioloqdur. Səhv etmirəmsə 68-69 yaşındadır, çox yaşlı biridir. Amma o qədər gözəl PDF-lər yığır, o qədər gözəl Word-də formatlar edir. O qədər gözəl kompüter istifadə etməyi bacarır ki, şəkillər çəkir, hazırlayır, tələbələrə yeniliklər öyrədir. Mən ona heyranam ki, o yaşda hər bir şeyi bacarır. Davamlı ondan soruşuram ki, siz bunları necə öyrənirsiniz, hansı kurslara gedirsiniz? Deyir, heç bir kursa getmirəm. Hər gün YouTube videolarına baxıram, YouTubedan öyrənirəm və gecə yatmıram. Deyir, hər şeyi tətbiq eləyirəm. Hətta onun da evində ailə baxmayaraq öz peşəkarlığı üçün çalışır və həqiqətən də çox peşəkar bir insandır. Peşəkar görünmək üçün son olaraq nə etməliyik? Son olaraq ünsiyyəti düzgün formalaşdırmalıyıq. Ünsiyyət dedikdə nəyi nəzərdə tuturam? Bir müəllimin peşəsi yalnız dərsini keçib getmək deyil, həmin sinifdə baş verən hadisələrlə bağlı, uşaqların qiymətləndirmələri ilə və psixoloji problemləri ilə bağlı valideynlərə məlumat verməkdir. Valideyn iclaslarının tez-tez keçirilməsi mütləq şərtdir. Müəllimlər hər ay və ya 2 aydan bir valideynlərlə görüşməlidirlər. Və mən təklif edirəm ki, hətta bir çox psixoloq bunu təklif edir ki, valideynlərlə görüş kollektiv şəkildə deyil, fərdi şəkildə olsun. Bilirəm, buna vaxt ayırmaq biraz çətindir. Amma sizin sinifinizdə hər hansısa bir uşağın elə bir problemi ola bilər ki, başqa valideyn onu eşitsə və gedib evdə onu danışsa, bu biraz xoş qarşılanmaya bilər. Təbii ki, ümumi iclaslarınızı da keçirə bilərsiniz, amma sırf psixoloji yönümlü iclaslar edəcəksinizsə, nə etməliyik? Valideynlərlə fərdi şəkildə görüşməliyik. Yəni, şəbəkələşməni formalaşdırmalıyıq. Bu, peşəkarlıq haqqında demək istədiklərim idi. Əsas hissələrə toxundum ki, sizi çox incitməyim, çox vaxtınızı almayım. Bir də nədən danışmaq istəyirəm? Müəllimlərimizin öz psixologiyasına dair qiymətləndirmələri olmalıdır. Baxın, davamlı psixoloqa getməyinizə ehtiyac yoxdur və ya davamlı müəllimlər otağında ya da qohumlarınızla, tanışlarınızla nələrisə müzakirə etməyə ehtiyacınız yoxdur. Özünüzün psixoloqu ola bilərsiniz. Bunun üçün nələrə diqqət yetirməlisiniz? İlkin olaraq hər ay sonu özünüzü qiymətləndirin. Mənim bu ay psixologiyam necə idi? Mənim travmalarım nədir? Yəni, bu ay məni əsəbləşdirən, bu ay məni stresə salan, bu ay məni özgüvənsiz, zəif göstərən proseslər hansılar idi? Bunlarla mütləq şəkildə tanış olmalısınız. Tanış olduqdan sonra bu travmalar üzərində çalışın. Əgər bu travmalar sizin özünüzün aşa bilməyəcəyi travmadırsa, təbii ki, psixoloqa müraciət etməlisiniz. Yox, kənardan çox sadə, bəsit görünür, amma sizi stresə salıbsa, bəsit bir haldırsa, özünüz məşğul olmağınızda fayda var. İndi deyəcəksiniz ki, Hülya xanım, niyə bunu etməliyik? Bu bizim necə köməyimizə çatacaq? Bugünkü gündə bütün neuropatoloqlar deyir ki, stressdən uzaqdır. Düzdür, əsəbdən, gərginlikdən uzaqdır. Amma bu mümkünsüz bir şeydir. Baxın, stressdən, əsəbdən, gərginlikdən içi biz psixoloqlar daxil uzaq dura bilmərik. Deyim ki, mənim hal-hazırda təlimim gedir və mənim tabletimin şarjı bitdi. Mən istər-istəməz stres olacağam ki, orada məni gözləyən dinləyicilər var. Mən bugün təlim planlamışdım. Mənim şarjım bitdiyi üçün mən o təlimi qatıla bilməyəcəm. Və bu mənə stres yaratdı. Bu stres günlük həyatımızda
bir neçə başımıza gəlir. Dərəcələrinə görə təbii ki, ağır, orta, yüngül və s. Siz bu stresi ruhunuzda, şuur altınızda üst-üstə yığdığınız müddətcə artıq nevroz, depressiya, gərginlik, aqressiya və s. ilə qarşılaşmış olacaqsınız. Ondan sonra yaşınız irəlilədikcə psixi və psixoloji xəstəlikləriniz çoxalacaq. Təbii ki, xanım müəlliməsizsə, qadın müəlliməsizsə, bu sizin orqanlarınıza daha çox zərər yetirəcək. Zob, aybaşı dönəmlərində gərginlik və s. yaşayacaqsınız. Psixoloq olduğuna görə açıq danışıram, üzürlü sayın. Bəzisizsə belə bir proses ola bilər ki, siqara, içki və s. daha çox adətsiz olasınız. Çünki adətən stresin sonu budur. Ona görə hər ay özünüzü qiymətləndirin, texnikalardan istifadə edin. Bir də bədən duruşunuzla məşq edin. Bədən duruşu ilə məşq nədir? Davamlı çiyinlərin dik olması, davamlı gülərüz olmaq, şagirdlərlə düzgün göz kontaktı qurmaq. Misal, müəlliməsiz, əyləşmisiniz, jurnalı yaza-yaza şagirdlə ünsiyyət qurmaq doğru seçim deyil psixoloji baxımdan. Çünki şagird elə bilir ki, sizin fikriniz onda deyil və şagirddə artıq bir rahatlama, bir komfort yaranır. Amma siz onunla kontakt qursaz, onun gözünə baxsaz, yəni göz bəbəyinə baxsaz, göz kontaktına girə bilsəz, bu zaman daha müsbət nəticələr əldə edəcəksiniz. Həm onu komfort zonasında əyləşməyə qoymayacaqsınız. Yəni şagird özünü rahat hiss etməyəcək. Bütün fikri dərsdə olacaq. Həm də bədən duruşunuzda müvəffəq olacaqsınız. Və bədən duruşunda düzgün olan insanlar nəfəs texnikalarından çox istifadə etməlidir. Nəfəs texnikalarından çox istifadə etdikcə səs tembriniz, danışıq tərziniz, nitqiniz daha da formalaşmış olacaq. Və nəfəs texnikalarından sizə məsləhət görürəm 4-7-8, 1-10 və 9-10 texnikalarını. Bu texnikalar bədən dili dərslərində keçirilir, müraciət edə bilərsiniz. Sonda isə özünü analizlərdə təlimçilik və natiqlik kurslarına qatılmağınızı məsləhət görürəm. Çünki biz hər nə qədər psixologiyamız üzərində çalışsaq da, biz hər nə qədər öz davamlı inkişafımız üzərində çalışsaq da, dərslərimiz üzərində çalışsaq da, bizim nitqimiz yerli-yerində deyilsə, biz xarici ifadələrdən çox istifadə ediriksə, biz davamlı tez-tez çaşırıqsa, biz nitqimiz arasında ə və s. kimi ifadələri çox sürətli bir şəkildə istifadə ediriksə, vulqar sözlərdən istifadə ediriksə, artıq xoş bir hal olmayacaq və sizi peşəkar bir müəllim kimi göstərməyəcək. Ona görə natiqlik və təlimçilik dərslərinə getmənizdə fayda var. Bu dərsləri almağınızda başqa bir fayda ondadır ki, özünüz dərslərinizi başqa müəllimlərə də tədris edə bilərsiniz. Yəni onları da hazırlaşdıra bilərsiniz. Bir nümunə çəkin buna uyğun. Mən səhv etmirəmsə Gəncə ya da Şəki idi. Tam yadımda deyil. Məktəbə dəvət almışdım abituriyentlərlə görüşə. Təlimdən öncə çay süfrəsi oldu və çay içərkən məktəbin zauçu gəldi. İnanırsınız, 11-ci sinif oğlanlarına o qədər pis sözlər dedi ki, hər birimizin qarşısında. Deyək ki, digər şəxslər məktəbin müdürü idi, müəllimlər idi. Yəni bir ailə idilər. Amma mən ki, kənardan gəlmişdim. Bu xoş hal deyildi və 11-ci sinif şagirdi artıq yeniyetmədir. Hər bir söz ona toxuna bilər. Bir neçə ildən sonra artıq gənc olacaq. Hətta deyim ki, onu vurdu. Sırf siqara çəkmişdi deyəsən çöldə, onu görmüşdülər. Bu peşəkar bir hal deyil və vulqar sözlərdən o qədər çox istifadə etdi ki, artıq nitq də burada korlandı. Ona görə biz onlara diqqət etməliyik və bu kurslara getməliyik. Bir də sizin üçün 5 kitab seçmişəm. Kitabları qeyd eləmişəm. O kitabları vurğulayacağam ki, hansı kitabları oxusanız, hansı kitabları əldə edib o kitablar haqqında məlumat alsaz, həm sizin peşəkarlığınıza, həm psixologiyanıza, həm də nitqinizə çox böyük kömək olacaq. Bu kitabları tam şəkildə araşdırmışam. Əminliklə sizə tövsiyə edirəm. İstəyənlər qeyd eləsin. Birincisi olacaq Müəllim üçün 21-ci əsr bacarıqları.
Bu kitabların PDF variantları da var. İnternetten əldə edə bilərsiniz və 28 mayda da satışda var idi. Araşdırdım, orada göstərirdi. İkinci kitabımız Təlimdə 7 vərdiş. Üçüncü kitabımız Müəllimlər üçün düşünmə alətləri. Dördüncü kitabımız Yaradıcılıq və təhsil. Beşinci kitabımız Fərqli düşün, fərqli öyrət. Bu daha çox psixoloji bir kitabdır. Sırf bugünkü reallıqlara toxunan bir kitabdır. Ümid edirəm sizlər üçün yararlı oldu. Dediyim kimi çox vaxtınızı almaq istəmədim. Əsas məqamlara toxunmaq istədim. Mən uzun-uzadı danışmağı sevmirəm təlimlərdə. İndi isə sizin suallarınızı cavablamaq istəyirəm. Buyurun, həm chat bölməsinə yaza bilərsiniz, həm də səsli şəkildə deyə bilərsiniz. Bir daha axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Mən valideyn kimi qoşulmuşam, müəllimə deyiləm. Sadəcə Buyurun. olaraq belə təlimlərə qoşuluram. Bir də mən narahat eləyən ortancıl qızımdır. Biraz dərsini yazdıranda dərsə baxıram ki, tam adaptasiya ola bilmir. Test yazdırmaq istəyirəm, əlavə yazmır deyir. Müəllimə evə nə verib onu yazdıram. Həm də zəifdir, istəyirəm irəli getsin. Yəni nə məsləhət görərsiniz bunun üçün? Daha çox idraki və zehni çalışmalar etməyinizi məsləhət görürəm, amma görürəm ki, qızınız kitab dəftərə o qədər meylli deyil. Bunu hər hansısa müəllim yanına qoyaraq deyil də, şahmat dərslərinə qoyaraq eləyə bilərsiniz. Çox effektini görəcəksiniz. Psixoloq seanslarına apara bilərsiniz ki, oyunlarla onun zehnini qüvvətləndirsin. Bir də nöqtəli çalışmalar eləyə bilərsiniz. Hansı ki, bizim lüğət kitablarında var idi. Hərflər nöqtə ilə olurdu və biz onları birləşdirirdik. Bunu hərflə deyil, hər hansı bir şəkil eləyə bilərsiniz. Xətlər, ürəklər, almalar nöqtəli şəkildə çəkirsiniz. Uşaq onun üzərindən gedir və diqqət toparlanması, dərslərə daha marağın artması və səbirli davranış ortaya çıxır. Bu metodlarla istifadə edə bilərsiniz. Ən əsası isə şahmata qoyun. Şahmat çox gözəl metoddur. Fikir toplamaq üçün. İnanırsınız müəllim, şahmata da qoymuşam. 2 ilə Aha. yaxın şahmata da gedir. Nə bilim, siz dediyiniz kimi o ürəklər falan, elə o cizgili xətlərin üstündən də çəkdirmişəm. Yəni hər bir şey elətmişəm. Bunlar kimi hətta şey eləmişəm ki, bəlkə uşağın nəyəsə marağı olar, yəni dərsə daha çox həvəsi olar. İnansız hər şeyə, o dərsdən başqa hər şey bu uşağın həvəsi var. Yaxşı, bəs psixoloq yanına gedibmi? Xeyr, bir onu aparmamışam. Psixoloqla görüşsün. Bəlkə hiperaktivlik təşxisi qoyulacaq, yəni diaqnoz qoyulacaq. Çünki əgər hər şey etmisinizsə və bir nəticə olmayıbsa, adətən bu hiperaktivliklə bağlıdır və hiperaktivlik çalışmaları verəcəklər sizə. Belə özüm qarşısını ala bilmərəm də deyirsiniz. Diaqnoz tam qoyulmasa xeyr. Əgər hər şey etmisinizsə, nəticə yoxdursa, onda bir mütəxəssis rəyi lazımdır. Oldu, çox sağ olun. Mən təşəkkür edirəm. Xoşdur. Deməli, Hülya xanım, növbəti suala keçməmiş sizdən bir şey xahiş etmək istəyirəm. Chat bölməsini oxuyuram. Deməli, məsələn, siz bayaq dediniz, elə bir onların adlarını bir də deyərsinizmi mənə? Ki, mən burada bir qeyd edim. Həm bura göndərim PDF-lərin adını. Kitabların adlarını Bəli, səsli şəkildə deyim bəli, indi bəli. yoxsa Bir də desəniz çox sevinərəm, əgər uyğun olsa. Əlbəttə. Aha. Müəllimlər üçün 21-ci əsr bacarıqları, Aha. təlimdə 7 vərdiş, Təlimdə 7 vərdiş. Aha. müəllimlər üçün düşünmə alətləri, Müəllimlər üçün düşünmə alətləri. Aha. yaradıcılıq və təhsil, Aha. fərqli düşün, fərqli öyrət. Bir dənə bu psixoloji kitabdır. Əla, təşəkkür edirəm. Çox faydalıdır. Mən Burada da göndərəcəm, qrupa da göndərəcəm. Deməli, kimlər qrupda yoxdursa, həmin linki də bura göndərəcəm ki, sizlər iştirak edə biləsiniz təlimlərdə. Təşəkkür edirəm Hülya xanım, dəvətimi qəbul etdiyinizə görə. Əslində həftə sonu olduqda mən özüm də çox belə həvəsli, motivasiyalı oluram və mən özüm də deməli işlədiyimə görə müəlliməm, çox danışıram. Həftə içi olanda, yəni enerjim o qədər tükənmiş, bitmiş olur ki,
beynimdə bir cümləni toplayıb burada deyə bilmirəm. Gün ərzində o qədər dərs keçirsən, cümlələr sərf eləyirsən. Ona görə Bəli, axşama qaldıqda artıq enerji tamamilə bitmiş olur. düzdür. Mən də 8 seansdan bura gəlmişəm. Bəli, Bundan sonra da 2 dənə maşallah kursu olsun. tədris eləyəcəm. Maşallah Çox olsun. sağ olun ki, anlayış göstərdiniz. Mən həftə sonları təlim qəbul etmirəm. Əlbəttə Seans çox xoşdur. Tək ki biz birlikdə əməkdaşlıq etmiş olaq. İnşallah növbəti təlimlərimizdə yayda, gələn il. Mən həmişə çalışıram ki, əməkdaşlıq etdiyim təlimçilər və insanların, şəxslərin bəyəndiyi, insanlara sırf yararlı olan məlumatları ötürən təlimçilərlə davamlı olaraq əməkdaşlıq edim. Yəni nə əgər onların özləri üçün də faydalı olubsa. Ona görə gözəl. təşəkkür edirəm. İnşallah əməkdaşlığımız daimi olar. Çox yaxşı təlimlərdə yenə İnşallah mənə də görüşərik. çox xoş olar. İnşallah, Mən bura əlbəttə. linki göndərim ki, qrup linkini həm qrupa qatılasınız, həm də bayaq dediyim kitabların adını Mhm. sizinlə paylaşa bilərim. Axşamınız xeyir. Bir də bir dəqiqə sual verərdim. Müəllifləri qeyd eləmədiniz. Yəni belə bir tapa biləcəyik biz bu kitabları. Yaxşı olardı Bəli, bəli. müəllifləri. O kitabların yalnız bir müəllifi var. Ehtiyac Aha. olarsa yazılı şəkildə müəllifləri göndərərəm. Ha, çox sağ olun, çox sağ olun. Təşəkkür Xoşdur. edirəm. Minnətdaram təlimə görə. Mən Hiss olunur təşəkkür edirəm. yaşınız azdır maşallah amma istedadlısınız. Yəni bunu çox Minnətlər. özünüzə bir şeylər qazanmısınız. Çox sağ olun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Çox təşəkkür edirəm. Başqa Başqa suallar suallar var? varsa cevablaya bilərəm. Problem deyil. Bir də bəzən mən nitqimdə yanıla bilirəm. Çünki İngiltərədə almışam təhsilimi. Burada danışanda çətinlik çəkirəm. Üzr hesab İnşallah eləyin. olsun. Terminləri yanlışlaya bilirəm. Bağışlayın mənim. Özündən asılı olmur. Yox, maşallah olsun. Hər bir sözü yer və yerində dediniz. Çox Ee, təşəkkür. Allah. Olar sual Təşəkkür verim. edirəm. Axşamınız Sualı xeyir. olan səsli verə bilər. Buyurun. Axşamınız xeyir. Mən özüm bağça müəlliməsiyəm, yəni yeni bitirmişəm. O üzrə də işləmək istəyirəm. Yəni daha doğrusu işləmişəm, yəni təcrübəm var. Sadəcə yəni valideynləri görmüşəm bu iş təcrübəm müddətində. Bir sualım var idi sizə. Yəni gördüm, özüm də açığı bilmədim nə edeyim. Deməli, Mhm. valideyn gəlir, uşaqda deməli psixomotor ləngimə var, bir də autizm spektr pozuntusunun qarışığı, yəni hər iki diaqnoz qoyulub uşağa, yəni bu da hiss olunur, yəni görürəm ki, var ikisi də. Sadəcə valideyn özü bunu qəbul eləmək istəmir. Mən birinci dəfə dedim bunu, amma yəni valideyn dedi ki, yox, sadəcə psixomotor ləngiməsi var, yəni autizmi yəni qəti surətdə qəbul eləmədi. İndi mən yəni elə olanda yəni valideynlə necə yəni rəftar eləyim, yəni nə deyim valideynə elə bir şəkil olanda. Bu tip hallar çox qarşılaşdığımız haldır. Həm məktəb, həm bağça dönəmində qəti şəkildə müəllim olaraq siz heç bir şey deməyin. Sadəcə Aha. mərkəzlərin və məktəblərin psixoloqları var, onlara yönləndirin. Çünki gələcəkdə bu sizin üçün problem də yarada bilər. Valideyn Aha. şikayətçi ola bilər. Ona görə mütəxəssis və ixtisasın sahibi özü diaqnozu təsdiqli şəkildə versə, o zaman daha rahat olar. Həm də psixoloji metodlardan istifadə edərək valideyni razı sala da bilərlər onlar. Yəni özləri sadəcə deyir, yəni deyirlər ki, mən aparıram psixoloq yanına, laqedə belə aparırlar. Sadəcə yəni qəbullanmaq istəmirlər. Sadəcə bir dəfə dedim, sonra dedim ki, yaxşı, yoxdur, heç nə yoxdur uşağın. Bəli, Elə amma adicə psixomotor ləngiməsi var. bilirsiniz necə? Siz deyin ki, bu məndən asılı deyil, müdürümüzün istəyi ilə bağlı psixoloqla görüşün. Çünki bilirsiniz necə? Bu gün valideyn qəbullanmır. Bəs o qrupda uşaqlara verilən reaksiyalar, həmin uşağın göstərdiyi vərdişlər, addımlar, axı başqalarına da təsir eləyir. Xanım, Evet. bir də bir Amma söz yəni demək o uşaq istəyirəm. 3 yaş, Ə, 3 yaş 7 aylıq idi. Yəni Aha. oğlan uşağı idi. Yəni görünürdü ki, sadəcə özü öz aləmində idi. Yəni digər uşaqlara toxunmurdu. Yəni bir aqressiv yanaşması yox idi. Sadəcə yəni o şeyləri, əlamətləri var idi. Mən onu valideynə dedim. Yəni əslində özü söhbət açmışdı. Yəni mən dedim ki, bəli var, yəni təsdiqləmək mənasında dedim. Sonra gördüm ki, yox, özü belə sərt çıxışdı. Dedi ki, yoxdur, dedim ki, lap yaxşı olmasın təkil. Bəli, Hülya yalnız xanım, mütəxəssislər danışsa daha yaxşı olar. Sizin üçün bir problem olmasın. Xanım, mən ümumiyyətlə, Oldu, yəni təşəkkür edirəm. müəllimlər Sağ bu olun. barədə biraz şey yanaşırlar. Yəni müəllimlər də axı maariflənməlidirlər ki, bu inklüziya axı
artıq bizdə də tətbiq olunmağa başlayıb. İnklüziv təhsilə keçmişik. Yəni o uşaq tutaq ki, fərqlidir. Nə dəyişəcək ki? Siz yenə də onu adaptasiya eləməlisiniz digər uşaqlarla qarışmasına, davranışlarına və s. Yəni o uşaq tutaq ki, autizmdirsə biz onu çıxardıb ata bilmərik, uzaqlaşdıra bilmərik. Yəqin ki, Hülya xanım da mənimlə razılaşacaq. Bəli, əsla Yox, siz çıxartmaq. yanlış başa düşdünüz. Mən kimisə yəni uzaqlaşdırmaq məqsədilə demədim. Sadəcə yəni valideynlə aramdakı söhbəti demək istədim. Uşaqla bir problemim yoxdur. Yəni ümumiyyətlə mən özüm də Hanı inklüziv valideynin təhsil qəbul dərsi almışam. etməməsi. Hülya xanım, Sadəcə onu dedim. vaxtımıza az qalır deməli, bir 2 dəqiqə qalır. Burada çox gözəl 2 sual gözümə sataşdı. Birində deyir ki, Aytəç xanım, salam, bir sualım var idi. Sizcə müəllim öyrənmək üçün öyrənir, yoxsa elə bir öyrətmək üçün öyrənir? Öyrənmək xatirinə, yoxsa öyrətmək xatirinə? Xeyr, birinci biz özümüz öyrənməliyik. Savadımızı tam formalaşdırıb sonra öyrətməliyik. Aha. Bir də Hürnisə xanım ünvanlamışdı ki, mən özüm müəllimlik ixtisası alıram, amma ixtisasımı sevmirəm. E, Soruşur ki, elə bil ki, mən bəs ixtisas sevmək üçün nə etməliyəm? Belə yadımda qalıb sual. Olar, Son mən 30 özüm saniyə sual qalır. Son 30 saniyə buyurun. Həmin buyurun. Mən həmin Hünisə mənəm. Aha, buyurun. Mən hal-hazırda 3-cü kurs tələbəsiyəm və ixtisasımı atama görə seçmişəm. Lakin sevməyə çalışıram, amma ətrafımdakı insanlar mənə çox təsir göstərir. Yəni onların fikirləri, üzr istəyirəm ifadəmə görə, müəllimlik ixtisasımı gözümdə çox alçaldır. Müəllimlikdən çox yaxşı pul gələcək, Vaxt repetitor bitəcək. bitdi artıq. Bəli, demək olar ki, son 10 saniyədir. Buyurun.